İsrail və İran arasında hərbi qarşıdurmalar artıq yeni mərhələyə keçib. Hər iki tərəf biri-birinin strateji obyektlərini hədəfə alaraq növbəti zərbələr endirib, gərginlik gedərək artır və hücumlara görə tərəflər biri-birini ittiham edir. İranın kütləvi informasiya vasitələrinin İslam İnqilabı Keşikçiləri Korpusuna istinadla verdikləri məlumata görə, dünən axşamdan başlayaraq İran tərəfindən İsrail ərazisində onlarla hədəfə, hərbi obyektlərə, o cümlədən aviabazalara zərbələr endirilib. Məlumata görə, hava zərbələrinə cavab olaraq İranın raket hücumlarına başladığı dünən axşam yerli vaxtla saat 21:00-dan bugün günorta saatlarınadək İsrailə 200-dən çox ballistik raket atılıb. Bugün Qərb mediası İranın dron və ballistik raket hücumları nəticəsində İsrail şəhərlərində baş verən dağıntıların əks olunduğu video kadrları yayıblar. Məlumatda dağıntılara İsrailin hava hücumundan müdafiə vasitələri tərəfindən zərərsizləşdirilən İranın raket və dron qalıqlarının səbəb olduğu deyilir. Bildirilib ki, İranın İsrailə qarşı həyata keçirdiyi raket və dron hücumları zamanı Hayfa şəhərində hərbi dəniz bazası və sursat anbarında baş verən partlayışlar nəticəsində 6 hərbçi həlak olub, 14 nəfər yaralanıb. Bundan başqa, Sfat şəhəri yaxınlığında hava radar və müşahidə məntəqəsi, Beerşeva ətrafında yerləşən İsrailin dəmir günbəz hava hücumundan müdafiə sisteminin radarlarından biri və Təl-Əviv yaxınlığında Rishon Lezion bölgəsindəki bir sıra sənaye obyekti və binalara ciddi ziyan dəyib. 3 mülki şəxs xəsarət alıb. Gedərək artan gərginlik fonunda İsrailin Müdafiə naziri İsrail Katz, İranın ali lideri Əli Xameneyi İsraillə raket hücumlarını davam etdirməyi əmr edəcəyi təqdirdə Tehrana daha geniş miqyaslı zərbələrin endiriləcəyini deyib. Məlumata görə Katz bu bəyanatı bugün keçirilən müşavirədə çıxışı zamanı səsləndirib. Tehranın başlatdığı ballistik raket və dron hücumlarına cavab olaraq İsrail ordusu bugün İranın Kirmanşah, Həmədan və Tehran ətrafındakı hərbi obyektlərə yenidən zərbələr endirildiyini bildirib. İranın təsnim agentliyinin yaydığı məlumata görə İsrailin İranın Fordo nüvə mərkəzinə növbəti hücum cəhdi uğursuz olub. İsrail tərəfinin Qum şəhərinə 2 raket zərbəsi endirməsinə baxmayaraq nüvə mərkəzinə heç bir ziyan dəyməyib. İsrailin İranın cənub-qərbində yerləşən Şəhid Kamran şəhərinə endirdiyi zərbə nəticəsində bir yaşayış binası uçub. 60 sakin, o cümlədən 20 uşaq həlak olub. İsrail hərbi hava qüvvələrinin həmçinin İranın İsfahan şəhərindəki nüvə obyektinə də hücum etdiyi bildirilib. Qeyd olunub ki, bu zərbə nəticəsində uranın zənginləşdirilməsi obyektləri, laboratoriyalar və digər infrastruktur obyektləri dağıdılıb. İran Atom Enerjisi Təşkilatının nümayəndəsi Bəhruz Kamalvəndi bildirib ki, Natansda obyektin daxilində çox kiçik sızma baş verib. Çirklənmə xarici mühitə heç bir şəkildə yayılmayıb. Buna görə də radioaktiv çirklənmə baxımından problem yoxdur. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Grossi də Tehranın sorğusu ilə keçirilən BMT-nin təcili iclasında qeyd edib ki, Natansdakı radioloji və kimyəvi çirklənməni radiasiya müdafiəsi tədbirləri ilə nəzarətdə saxlamaq mümkündür. Rövşən Əliyev, Space xəbər.